Salam dəyərli abituriyentlər. Deməli, coğrafiya 20 sınaq toplusundan yeni təbii ki, nəşrdən çıxmış bir sual diqqətimizi çəkdi. Baxağın, sualın izahına xəritə sxemdə göstərilən məntəqələr aid olan doğru fikirləri müəyyən edin. Birinci məntəqə, deməli, belə deyək də, Avropanın qərbi Böyük Britaniya tərəf, Fransanın qərbi, Belçika istiqaməti deyək. Sonra 2, yəni Kalimantan adası, 3, deməli, Hindistan yarımadasının şimal-şərqi, 4, Ərəbistan, 5, Braziliya yaylası, 6 isə Avstraliyanın mərkəzi. Görək nə deyir? Birincidə 3 və 5 yaylar rütubətli keçir. Dəyərli yoldaşlar, 3 və 5, yəni həm Hindistan, həm də Braziliya yaylası məhz deməli subekvatorial iqlimdədir. Subekvatorial iqlimdədir, yayında rütubətli ekvatorial, qışında isə tropik hava kütlələri hakim olur. Ona görə nədir? Yayı rütubətlidir. Sonra növbəti 2 və 4. Yəni, buxarlamanın miqdarı çoxdur, qətiyyən. Çünki buxarlama, bəli, Kalimantanla mövcud ola bilər daha çox. Çünki yağıntıların miqdarı çoxdur. Amma Ərəbistanda tropik səhra olduğuna görə yanlış. 1 və 2. Yəni, 1 və 2 ifrat rütubətlənmə şəraitə malikdir. 1 mülayim dəniz, 2 ekvatorial. Əslində, ifrat rütubətlənmə dəyərli yoldaşlar, ekvatorialla qütb ətrafı ərazilərə şamildir. Amma mülayim dənizdə yağıntıları bərabər paylanana görə götürülür. Sonra 3 və 6, yəni tropik 3 və 6 nədir? Deməli, Hindistan və Avstraliyanın mərkəzində tropik mussonların təsirinə məruz qalır qətiyyən. Avstraliyanın mərkəzi deyil. Sonra 4 və 6 növbətidə deməli, yüksək təzyiq quşağında yerləşirlər. Ərəbistan da, Avstraliyanın mərkəzində də tropik xəttlər keçdiyinə görə yüksək təzyiq zonası deyə bilərik. Təbii ki, dinamik yüksək təzyiqdir. 1 və 5 qərb küləklərinin, 1-də bəli, Avropanın qərbində daimi küləklər olan qərb küləkləri təsir etsə də, 5-ə qərb deyil, passat küləklərdir. Yəni, doğru əgər fikri söyləyib soruşursa bizdən 1, 3 və 5. Yəni C variantı.